Ölkəmizdə ipoteka krediti alanların əksəriyyəti gənclər və gənc ailələrdir. İpoteka və Kredit Zəmanət Fondunun jurnalistlər üçün təşkil etdiyi təlimdə bu barədə məlumat verilib. İpoteka kreditləri üzrə maksimal məbləğin artırılması məsələsinə də aydınlıq gətirilib. Təlimdə başqa hansı məsələlərə toxunulub, izləyək. Azərbaycanda ipoteka kreditləri üzrə maksimal məbləğin artırılması bazardakı tendensiyalardan asılı olacaq. Hazırda ipoteka kreditləri üzrə əsas məqsəd orta və aşağı gəlirli ailələrin bu mexanizmə əlçatanlığını təmin etməkdir. İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirdi ki, kredit məbləğinin artırılması ilə bağlı hətta açıqlamanın özü belə bazarda ciddi ajitaj yarada və daşınmaz əmlak qiymətlərinin sürətlə artmasına səbəb ola bilər. 150 min manat maksimal hədin götürülməsi özü bir maliyyə öhdəliyidir. Yəni kifayət qədər ciddi bir öhdəliyidir uzun müddətli perspektivdə və ödəniş qabiliyyəti imkan verən vətəndaşlarımız o qədər deyil. Yəni burada hal-hazırda bizim proqramdan faydalanan vətəndaşların üzrə orta gəlirlər 2100-2200 manat civarındadır və ailələr üzrə orta göstəricimiz ortalama 3 nəfərdən ibarətdir və belə olan halda vətəndaşların faydalana biləcəyi maksimal məbləğ hələ ki 110 min manat civarındadır. İpoteka kreditlərini alanlarda 18-29 yaş qrupunun payı 33%, 29-35 yaş qrupunun payı 34%, 35 yaşdan yuxarı şəxslərin payı isə 33% təşkil edir. Beləliklə kreditlərdən yararlananların 67%-i gənclər və gənc ailələrdir. Ailə vəziyyətinə görə kredit alanların 67%-i evli, 33%-i isə subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42%-i qeyri-dövlət sektorunda, 58%-i dövlət sektorunda çalışan vətəndaşlara verilib. Artıq 9546 kirayə müqaviləsi rəsmiləşdirərək vətəndaşlara mənzilləri təhvil verilmişdir və kirayə yolu ilə mənzil vəziyyətini yaxşılaşdıran 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil etməkdədir. İpoteka kreditləşmə prosesinə süni intellektin tətbiqi planlaşdırılır. Əsas hədəflər rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi, süni intellekt həllərinin ipoteka kreditləşdirilməsi, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə tətbiqi, vətəndaşlardan tələb olunan sənədlərin toplanması yükünün faktiki olaraq sıfıra endirilməsidir. Nurlan Şiraliyev, Şəhriyar Əhmədli, ATV Xəbər.